Salam hər kəsə. Bu videoda sizə necə saplarla düzgün əlaqəni qurub məhsullarınızı göndərə bilərsiniz Shopify Organic Dropshipping-də bunu göstərəcəm. Mən artıq bu işlə 3 ilə yaxındır məşğulam. Qlobalda çox nəticələr əldə eləmişəm. Beynəlxalq tələbələrimiz olub və mənim bəlkə də ən çox aldığım sual budur. Əsas da Azərbaycan bazarından ki, bəs sən necə təchizatı tapırsan, necə saplarla əlaqəni saxlaya bilirsən, necə məhsullar göndərilə bilir? Çox insana tam aydın qalmır bu işlər. Ona görə istədim bu mövzu haqqında bir video hazırlayım. Deməli, bizim eləyəcəyimiz modeldə orqanik dropshippingdə əgər bilmirsinizsə biz heç bir reklam işlətmirik. Reklam xərclərimiz yoxdur. Təkcə xərcimiz məhsulları göndərəcəyimizdə çıxacaq olan puldur. Bu da sizin düzgün sapları seçməyinizdən, düzgün insanlarla işləməyinizdən çox asılıdır. Çünki marketdə işləyə biləcəyiniz bəlkə milyonlarla saplar var içində və bunların ən yaxşılarını tapmaq biraz çətin iş aparır. Ümumiyyətlə amma bundan əvvəl sizə izah edeyim ki, məntiq olaraq necə işləyir bu iş. Çox insan soruşur ki, bəs biz bu məhsullara əl vururuqmu, vergisini hara ödəyirik, Bakıdanmı göndərməliyik falan. Qısaca belə deyim ki, sizin elədiyiniz təkcə budur ki, Instagram, TikTok, YouTube və Facebookda reklamlarını aparırsınız videoların və bu videolar tutanda siz artıq Shopify-da saytınızı qurursunuz. Saplardan aldığınız qiymətdən daha yuxarısına qoyursunuz ki, aradakı fərqdən sizə gəlir qalsın və bundan qazanasınız. Bu da çox vaxt orqanik dropshippingdə təxminən 50-60% gəlir düşür. Məsələn, 100 dollara nə satırsınızsa, 50-60 dolları sizə qalır. Burada heç bir şəkildə siz əl vurmursunuz məhsula. Məhsulun çatdırılması tamamilə sizin saplarınızın məsuliyyəti olur. Çindən birbaşa Amerikaya göndərir. Burada görə biləcəyiniz kimi. Bəs biz yaxşı sapları necə tapa bilərik? Saplarların iki cür növü olur. Sizə burada göstərim. Siz ya bir hazır agentlə işləyə bilərsiniz. CJ Dropshipping, BSD Dropshipping, AutoDS kimi. Bunlar necədir? Bunlar hazır şirkətlərdir, AliExpress kimi və içlərində minlərlə məhsul var. Avtomatik olaraq Shopify-ınıza qoşulurlar və siz orada ödəniş eləyib göndərirsiniz. Çox rahatdır başlanğıc üçün. Amma bir problem var ki, siz burada şəxsi bir əlaqə qurmursunuz saplarla, uzun müddət bir münasibət formalaşdırmırsınız. Qiymətlər də həmişə sizin şəxsi bir saplarla tapa biləcəyinizdən daha yuxarı olur. Ona görə bunları məsləhət görmürəm başlanğıc olaraq. Və ya nə edə bilərsiniz? Bir private supplier-la işləyə bilərsiniz burada gördüyünüz kimi. Private supplier nədir? Private supplier içində bir şirkət yerinə bir nəfərdir ki, sizi satıcı ilə əlaqələndirir və ya öz zavodları olur, belələri də var. Və siz onlarla artıq birə-bir ünsiyyətdə olursunuz, insan-insana kontaktda olursunuz və uzun müddətdə artıq məsələn elə yerə gəlib çata bilər ki, sizin ona bir 5000 göndərməli olduğunuz var. O yenə də məhsulları göndərir, deyir ayın axırı göndərərsən. Məsələn belə üstünlükləri çox olur və daha yaxşı qiymətlər sizə daha anlayışlı yanaşırlar. Ona görə mənim məsləhətim odur ki, siz həmişə private supply-a yönəlin. Bəs indi bunları necə tapa bilərik? Mən bunları sizlə bu videoda tamamilə pulsuz olaraq bölüşəcəm. Mənim illərdir yoxlayaraq alındıra bilməyərək, yoxlaya tapdığım supplierlardır bunlar. Private supplier'ın nömrəsini istəyirsinizsə mənə Instagramdan yazın, mən sizinlə əlaqələndirəcəm və əgər bunlardan da birini işlətmək istəyirsinizsə, aşağıya link qoyacağam, BS Dropshipping işlədin. Ən məsləhətlisi odur. CJ və AutoDS daha böyük şirkətlərdir, amma BS Dropshippingdə siz istədiyiniz məhsulu custom-da düzəltdirə bilirsiniz. Mənim çox işlədiyim keçmişdə çox məhsullarımı satdığım bir yerdir. Bəs bu supplier'ları tapdıq. İndi bu proses tam olaraq necə baş verir? Məsələn, satırsınız bu soldakı məhsulu. Hal-hazırda aktual məhsuldur bu arada bu. Yazırsınız WhatsApp-dan, bu private supply-da necə olduğunu deyəcəm sizə. Yazırsınız WhatsApp-dan ki, mənim saytımda bu qədər satış var, bu məhsulu istəyirəm. O sizə artıq uyğun olan məhsulları göndərir ki, bu qiymətlərə bu məhsullar var. Əgər qiymətlər razılaşsa, siz qoşursunuz onu Shopify akkauntunuza və sizin Shopify-ınıza qoşulandan sonra artıq orada avtomatik bütün məhsulları görür və tracking ID-lərini əlavə eləməyə başlayır. Bu da çatdırılması ilə bağlı olan nömrələridir satışlarınızın ki, sizin müştəriləriniz oradan baxır. Nə vaxt gəlib satacağına məhsulların çox önəmli bir şeydir. Və axırda sizə bir çek göndərir ki, ümumi bu qədər oldu, mənə ödənişini elə. Ödənişini də siz onun beynəlxalq bank kartına eləyə bilərsiniz, kriptoya eləyə bilərsiniz, belə fərq eləmir. Amma burada üstünlüyü nədədir ki, birincisi çox daha sürətlidir, ikincisi sizin şəxsi münasibətiniz olur, məhsula nəsə oldu, olmadı, supplier'ın günahıdır, supplier'ın məsuliyyətidir. Ona görə sizin daha can rahatlığınız olur, belə deyək. Bundan əlavə də qiymətlər cəhətdən də həmişə private supplier'lar normal sizin AutoDS-dən tapacağınız qiymətlərdən daha aşağı olur. Siz bu supplier məsələsinə nə vaxt girməlisiniz? Çünki çox insan bunu beynində böyüdür, deyir ki, supplier məsələsinə ilişib qalıram. Əslində amma sizin supplier'a girməyiniz çox yolun sonundadır. Siz birinci başlamalısınız videolar düzəltməyə,
daha doğrusu məhsul tapmağa, videolar düzəltməyə, nə vaxt ki videolarınız tutacaq, yaxşı hesablar quracaqsınız, ondan sonra sizin saplara ehtiyacınız olur. Çünki satışlarınız artıq gəlməyə başlayır. Heç başlamadan gedib saplarla əlaqə saxlamağın çox da bir mənası yoxdur. Əgər nəsə spesifik custom bir şey düzəltdirmək istəyirsinizsə, ancaq onda gedib danışa bilərsiniz, onda bir mənası olar. Yəni belə bir qısa video istədim hazırlayım sizə ki, bu saplar mövzusuna aydınlıq gəlsin. Çünki çətin bir mövzu deyil, həqiqətən çox asan mövzudur. Başqa hansı videolar haqqında öyrənmək istəyirsinizsə, bura komment olaraq yazın və mən gələn videolarda bunları dəyərləndirəcəm.